Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 may Mədəniyyət evində həkim, xeyriyyətçi şair Mir Məhəmməd Mirsədoğlunun 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, həkimlər, yazıçılar, şairlər, Mir Məhəmməd Mirsədoğlunun yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək qeyd edib ki, istedadlı həkim, xeyriyyətçi, şair və mənəvi kamilliyi ilə tanınan mərhum Mir Məhəmməd Mirsədoğlunun 80 illik yubileyi ilə əlaqədar onu ehtiramla yad etmək, həyat yoluna nəzər salmaq böyük bir mənəvi borcdur. O ömrünü insanlara şəfa verməyə, sözlə könüllərə işıq salmağa və xeyirxah əməllərlə yadda qalmağa həsr etmiş nadir şəxsiyyətlərdən biri kimi xatırlanır. Millət vəkili Tahir Mirkişili keçirilən tədbirin əhəmiyyətindən danışıb. Çıxış edənlər Mir Məhəmməd Mirsədoğlunun həyatından, xidmətlərindən söz açaraq öz xatirələrini bölüşüblər. Şərait yaradıcılar təşkil ediblər. Bu gün atamın, Mir Məhəmməd ağanın, Mir Məhəmməd həkimin 80 illik yubileyidir və burada Sumqayıt şəhəri arasında qeyd olunur. Cəmaət hamısı sevən, istəyən cəmaətlər xatirini əziz tutaraq gəlib burada həmin o toplantıda iştirak edirlər. Allah razı olsun. Tədbirdə qiraətçilərin, tanınmış musiqiçilərin ifasında şeirlər, muğam parçaları səsləndirilib. Mir Məhəmməd Mirsədoğlu 1946-cı il fevral ayının 18-də Qubadlı rayonunun Mirlər kəndində dünyaya göz açıb. 1962-ci ildə Dondarlı kənd tam orta məktəbini bitirib. Elə həmin ildə Azərbaycan Tibbi İnstitutuna qəbul olub. 1982-ci il may ayının 15-də minlərlə insan faciəvi bir günün şahidi olub. Xeyirxah insan, gözəl ailə başçısı, sədaqətli dost və mehriban ata olan Mir Məhəmməd Mirsədoğlu çox gənc yaşında avtomobil qəzasına düşərək faciəli şəkildə dünyasını dəyişib. Bugün onun 80 illik yubileyini yad edərkən əslində bir ömrün xatirəsini deyil, bir məktəbi, bir mənəvi irsi xatırlayırıq. Onun həyatı insanlara xidmətin, yaxşılığın və mənəvi zənginliyin ən gözəl nümunələrindən biri kimi yadda qalır. Allah rəhmət eləsin.